Zahir müəllim üzü tutdu, çağırtdırdı ona. Sen de burada demek, çık verilişe, iştirsən, belə yox. Çık verilişe haqqı tələb elə. Anam, bacım, verilişə qoymalar sözü deməyə. Sən demə, sən səhvsən, sən demə. Elə eləyirlər. Elə, bacım, mən orada fırıldaqları bilirəm. Fırılqaşa fırıldaqları bilirəm. Mən qəşəkcəni, hamısının fırıldağını bilirəm. İştirakçıların hamısını. Ne oldu? Yenil bayramında gəldilər, yenil bayram, büyüm yenil bayramında yaxınlaşımı 3 gün bundan qabağa. 3 gün bundan qabağa yenil bayramı gəldi. Gəldilər, bizi apardı. Heydər Parka. Heydər Parkda bizi gəzib qarın dizində, qar da üzən, əqqaloşda, nədə əqqabı geymişəm, əqqabım su buraxır. Ay Allah, titrədib, üşüyüb ölürəm. Gəldilər, bizi çəkdilər, elədilər. Bu sirey nədir? Məni gəldilər, iş başında çəkdilər. Füzulini orada, mən də burada. Niyə yatabiyə vermədiniz? Niyə verilişi vermədiniz? Niyə? Ay kardeşim, səhv deyirsiniz, sökülən səhvdir. Ne oldu ki? Arzu bir dənə saçı qaynaq eləyən kimi Arzunu Zahir müəllim şak, şok. Arzu qaynaq elədi. Özəlmək şak şeydir. Yaxşı ki, bu Arzu da buradadır, değişidir də. Mən düzünü deyəcəm. Arzu bir dənə qaynaq eləməklə, saça qaynaq eləməklə, amma Zahir müəllim onu verdilər, qaynağı Zahir müəllimə şak, Zahir müəllim deyir ki, Arzu qaynaq elədi. Mən də məhlə süpürüb bala saxlayıram, alın tərini. Gəldiniz, çəkdiniz məni də. Niyə vermədiniz? Niyə? Verirdiniz da, çağırmayaydınız efirə, verirdiniz efirə. Ne oldu? Gəldi belədin, Təranə xanım. Sizi verəcəyik, sizi çağıracaq da, verəcək də. Haksızlıqdır, bəli. Nə var var bizə? Bir dənə burnu əməliyyat ediblər, sosialdan da oldum özü. İndi 6 ay mən gözlə yayda. Yayın cırcırmasında 6 ay mən gözlə, sosial mən oturana qədər. 6 ay işte. Sosialdan da oldum da 4 dənə yüzlü alırdım sosialdan. Bir dənə 50 manat. Dolanırdım da. Bay mən maaş almayacağım. Dolanırdım da mən. Buradan dəstək olmurlar, gözəl. Yo, ne kadar dəstək hara onlar ki, yo, olmurlar. İşe girince dəstək olurlardı bacı. İşe girməmişdən qabağa 50 manat. Direkt işe girmişik, dəstək olmadılar. Hə, dəstək olan ekranda kartı var. Müvəqqəti bir aylıq çətinlikləri var. Bunlara and olsun bacı, dədəmin gör haqqı. Bu qiblə haqqı Zahir müəllim bilmirdi mən işe girməyimi. Mən Zahir müəllimə dedim. Mən dedim ki Zahir müəllim, nədir, bu günlərim işe girmişik. Çünkü 4-cü günü gəldim, 5-ci günü getdim şeyə, icranın qabağına. Səbuhi müəllim, sağ olsun, Səbuhi müəllim. Təşəkkür edirəm, onun balalarını, onun özünü can sağlığı, rol qarşısında qoysun. Arif müəllim də. Mən Arif müəllimdən razıyam, Qəbələ cəmaatımdan razıyam. Deyə axşamüstü oturmuşdum. And olsun Allah'a, dədəmin görü haqqı, bacım, qardaşlarım. Axşamüstü oturmuşdum. Bir de gördüm ki, mən nabələ nömrədən zəng gəlir. Eşitmə direkdən aldım. Karabka gətirdilər. Qəbələ qızı. Qəbələ xanımları. Karabka gətirdi ki, balaca bir karabkadır, oruçluq bayramıdır. Yoldaşımın yanında. Elə sevindim, yağım yox idi. Yağım qəndim yox idi. Sevindim. Uşmağa qələdim olmadı. Sağ olsunlar. İndi sosial alsaydın yardım da verəcəkdilər sizə. Bazı sosyal alanmıram. Ben 6 ay tamam olmamış ve sosyal alanmıram. Sosial alanda verirlər də, şey verirlər, produkt Verirler ya, ama 6 ay tamam olmamış, ben işleyememiş vermirler. Acele 6 ay tamam. Heç nə, özündən müğiyyət ol. Allah kömək olsun. Nə Tamam ya, çətinliyin bak. olsa yanındayıq. Ata, Sağ ol, gözəl. ata. Getdiler, ne değil, salam. Getdiler, Füzulini çəkdilər. Füzulini reklam eləmədilər. Ne oldu? Bir dənə Arzunu reklam elədilər. Arzunu reklam elə. Arzunun saçını, Arzu belə eləyibdi, nə var onu qoymağa? Onu nə var qoymağa? Saça saç qoyub da. Saça saç qoyub. Nə var onu?
Arzunu gündə reklam verir Zaur müəllim. Arzunu gündə reklam verir. Ay, bəs bizim videolarımız hanı? 2 videonun ikisini 4 bastır elədilər. Hanı bəs? Salam gözəl, necəsən? Axşamın Sebacı, xoş gəldiniz. Axşamınız xeyir, xoş gördüm. Canlıdakılar, xanımlar, bəylər, necəsiz? Nə olub? Allah hamını yaşayırsan? İşləmirsən Bacı, ki? nə görə əsəbləşdirsən? Nə səbəbə görə? Məni əsəbləşdirən nədir? Mən Zaur müəllimin sözünə əsəbləşirəm ki, gözəli mən işə qoyduq. Gözəli işə qoyduq. Bu belə getdimi? Orada bir il 6 ay Füzuli mən oldum. Bir il 6 ay Füzuli ilə mən oldum. Bir dənə də nə oldu? Nişan üzüyünü çıxardıb alıp gətirib oradakiləri barmağına taxa bilirsən. Füzulinin barmağına da bir dənə nişan üzüyü alaydın. Nə də saat alaydın. Dünənlərimi zəng edib deyirəm ki, nə olar ki, belə-belə də bizim bütçədə pul. Nə oldu bəs? Esmeranın qızıllarını çıxarda bilirsən. Başmaq səhər başmaq atanların pulunu çıxarda pul verə bilirsən. Mən başmaq atmamışam. Sənin komandalar var. Sənin komandaları mən efirdə pisləməmişəm. Canını açıb pisləməmişəm. Nədir? Ağzıma gələni deməmişəm. Gözəl, daha getmirsiniz ora verilişə? Bir dəfə Yox. Niyə? Mənim üstümdə Füzulinin anasının üstündə Dəymün Cavahirin oğludur. Mənim üstümdə yoxla da mənim üstümdə Füzulinin anasının üstündə reket yığıldı. Mənim üstümdə reket yığıldı. Reyting, hə, dayı çox sağ ol, təşəkkür edirəm. Hə, gözəl danış. Mənim üstümdə Füzulinin üstündə yığılmadı. Yığıldı axı. Hə, elədir, düz deyirsən. Mənə görə orada veriş yaxşı göstərirdim. Hoş gəldiniz. Gəlin daşmışam. Füzulinin anası deyirdi Dəymün. Hə, Salam, Pirkol eləmişdilər onu. Sənin də sözün yazırdılar da gözəl dediyini. Bəs elədi da, elədi. Salam, salam. Hoş gəldin. Necəsən? Hoş gəldin. Bəs elədi da, anam, bacım. Dəymindi, cavan oldu. Elə elədilər, ağzımıza poxu yığdılar, göndərdilər, reketi Çok sağ ol, doldular. Allah razı olsun. Yeni gələnlər xoş gəldinsə. Sağ ol. Ramazan bayramımızın mübarək, oruç tutub Allah qəbul eləsin. Amin. Gözəl, işə getməmsən bu gün? Getmişəm, saat 3-ün yarısı gəlmişəm. 3-ün yarısı gəlib uzanmışam. Gedəsəndir. Ayo, bir də birinci günü. Hə. Yeni gələnlər xoş gəldinsə. Amma mənim üstümdə var ha. Reketdə yaman yığıldı. Esmerə canını açıb belə deyirdi. Mən deyir ki, qoy səsim qayd eləsin. Mən deyir gündə deyir oradan 30-40 manat mənə verirlərdi. Elmarın məktəbdə də gözəl, yoxsa evdə? Biri məhəllədə oynayır, biri bir də telefona Hə, baxır. yaxşı, gələndə deyərəm. Mən amma reçə eləməmişəm, mən də istəməmişəm bu. Amma məni yandıran nədir? Mən deyəcəm, istəyir nə deyirlər desinlər. Mən deyəcəm ki, Zaur müəllim o qədər hamıya orada köməlik eləyib ki, yardım əlini o qədər tutub deyir. İndi Annanın anasına pul qoyulubdu. Nə qədər pul qoyulubdu Anna. Annanın anası getdi, o verib getdi. Annanın anası harada tapılır. İndi Annanın anasına pul qoyulubdu. Salam dostlar, yeni gələn. Hədiyyələr görə çox sağ ol dostlar. Bir iş tapılmadı, 2 tapılmadı, bir də 3-cü ilə keçdikdir. Bəs onu heç kim görməyib, kameraya zada düşmükü. Nəyi? Anna xanımın anası. Ana, bacım, Zaur müəllim efirdə də dedi. Zaur müəllim onu neçə dəfə efirdə dedi ki, bu insan gedib cəmaatın qapı-qapı əqqablarını oğurlayıb tullayır və ora-bura. Ona görə də cəmaatın qapısını döyür, əqqablarını oğurlayır. Ona görə də ki, cəmaat dözmədi, onun ağzına bəlkə də torbanı salıb, başını kəsib tullayıb lahar olsa. Onu Zaur dedi. Zaur müəllim efirdə dedi, özə qızdan icazə alıb dedi. Ay Allah. Qapı döyüb əqqabları yığışdırılmış. Hamının əqqabısını. Bunu efirdə halanda mən bilmirdim özə. Bu da biri yazıb deyir, Zaur deməyib. Zaur deyibdi, kayıtlar da var. Kayıtlar da var.
Qonşular deyirdi, nə deyim. Zahir müəllimə deyiblər, Zahir müəllim də ev. Salam ay gözə. Ay gözə elə danışmayı, sonra sən şey eləmə elə sözlər danışma. Sən ona düşərsən, sən mənim ağzıma qapaq döysən. Mənim ağzıma qapaq döysən sən. Əsəbləşmə. Mən harcalar ki, neyəcəklər? Söymürəm cəmaat kimi. Hadi. Bir şey eləmir. Bu da Aslında qurbanım, nə deyəm ki? Yəni ki, efirdə olan söhbətdə millət baxmır ki, bunu efirdə. Efirdə buna hamı baxmır. Ay Elçin, efirdə hamı baxmır. Milyonlarla insan baxırdı. Nə hamı görür də, kimlər görür. Ya da milyonlarla insan baxır. Əlbəttə. Milyon ahali insanlar baxır, ahali. Millətlər onu görür. Ki, mən də Zahir müəllimin ağzından eşitdim. Niyə Zahir müəllim oldu? Səyahçına görək nə demək istəyir? İstəyək görək xanım. Düz deyir də, nəyi təsdiqləyir, düz deyirəm də. O vaxt qaldım yağışın altına çöməli eləmədim mən. Ən ağır vəziyyətdə mən yetmişdim ora. Ora dərd olan da gəlir, dərd olmayan da. Alo, Gözəl xanım, salam. Dərd olanlar qalıb arxada, dərd olmayanlar hamısı qabaqda edir. Hə, Gözəl xanım düz deyir. Mən də gözümlə gördüm. Ay bunu kim attı atavi estağfurullah ağzımda. Atıbəyə yox, aşağı. Aşağı ah. Baş demeyin ay xanım. Ay nənəm diyor ki sən cəmdən yaxıyırsan, ona da yağ tutub sən. Səncə yaxıyırsan, tutub sən yağ. İstəyatsın, Demir xanım deyəsin ona. Kimsə ayağın əldə. Gözəl, salam canım. Salam ölərəm, salam. Hə, gözəlim. Mən də görmüşəm o verilişi aparanda. Dedi ki, axtarışda olub. Bəzi insanların evlərinə girib, evlərinə girib ayaqqabılarını götürüb.